NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda Birləşmiş Ştatlar prezidenti Donald Trumpla görüşəcək. Diqqət mərkəzində Ukraynadakı vəziyyət, Avropanın təhlükəsizlik arxitekturası, həmçinin Alyansla Vaşinqton arasında gələcək əməkdaşlığın istiqamətləri dayanır. Ekspertlər hesab edirlər ki, bu görüş Donald Trumpın NATO ilə münasibətlərin xarakterini müəyyən edən əsas hadisələrdən biridir. Güman edilir ki, Rutte ilə keçirilən danışıqlar Vaşinqtonun Avropaya hansı mesajı ötürmək istədiyini göstərəcək. Bütün hallarda bu səfər NATO daxilində güc balansının və Ukrayna müharibəsi fonunda Qərbin birliyinin sınağa çəkildiyi bir dövrdə baş verir. Məhz buna görə də Rutte-Trump görüşü sadəcə diplomatik təmas deyil, həm də strateji əhəmiyyət daşıyan siyasi hadisə kimi qiymətləndirilir. Məsələn, Avropa liderlərinin, yəni Avropanın ölkələrinin daha doğrusu Ukrayna məsələsində bir növ əlaqəli olması, onların da bu məsələnin üzərində saxlanılmasını ön plana çıxarmasından irəli gəlir. Yəni, bu o deməkdir ki, Avropa liderləri, yəni Avropa ölkələri danışıqlar prosesindən marjinallaşdırıla bilməz, onlar kənarlaşdırıla bilməz və məhz onlar da bu məsələdə müəyyən qatqısı olan tərəflər olaraq qalmalıdır. Görüşdə müzakirə oluna biləcək məsələlər içərisində Rusiya prezidenti Vladimir Putin və Donald Trumpın ləğv olunan görüşlərinin də olacağı güman edilir. Həmçinin mütəxəssislər hesab edirlər ki, Ağ Ev liderinin NATO ilə münasibətləri biraz da alyans üzvlərinin təhlükəsizlik xərclərinin artırmasına bağlıdır. Hərbi xərclərin artırılmasına baxmayaraq təşkilat üzvləri arasında hələ də ciddi fikir ayrılıqları və ixtilaflar qalmaqdadır. Trump NATO'da iştirakını o halda mümkün sayır ki, NATO ölkələri də öz təhlükəsizliklərinin qayğısına qalsın və xərcləri artırsınlar. Və bu tələb icra olundu və NATO'ya daxil olan ölkələr öz ümumi daxili məhsullarının 5% qədər hərbi xərclərini artırmağa qərar verir. Amma görünür bu da kifayət eləmir, çünki ciddi ixtilaflar var, ciddi fikir ayrılıqları var. Beləliklə, Mark Rutte'nin Vaşinqtona səfəri Birləşmiş Ştatlar NATO münasibətlərinin gələcək çərçivəsini formalaşdırmaqla yanaşı, dünya səhnəsindəki aktual münaqişələrə də təsir göstərə bilər. Analitiklər vurğulayırlar ki, bu dialoq NATO-nun Ukraynaya dəstəyi, regiondakı gərginliyin idarə olunması və potensial yeni geosiyasi risklərin qarşısının alınması baxımından strateji əhəmiyyətə malikdir.